Herkese salam. Davam edirik. Biologiyadan Respublika fən müsabiqələrinə hazırlıq vəsaitinin bölmə 2, sınaq 1-in izahı ilə. Sınaq 1-in ilk sualında qeyd edilir. Kökün ucunun hansı rəqəmlə verilən hissəsi torpaqdan su və mineral maddələrin sorulmasını təmin edir. Burada bir rəqəmi ilə göstərilən hissə əmici tellərə malik olan sorucu zonadır və bu zonada olan əmici tellər torpaqdan su və mineral maddələrin sorulmasını təmin edir. Cavabımız el olacaq buradan 1. Digər zonaların adlarını da qeyd edək. Bu, böyümə zonası, 2 ilə göstərilən böyümə zonası, 3 ilə göstərilən bölünmə zonasıdır. 4 ilə göstərilən isə kök üsküyüdür. Böyümə zonası kökün uc hissəsinin uzunluğuna doğru böyüməsini təmin edir və böyümə zonasının bu uzanması bölünmə zonasındakı törəcici toxuma hüceyrələrinin hesabına baş verir. Bölünmə zonası həm böyümə zonasının hüceyrələrinin artımında, həm də dağılmış olan kök üsküyünün hüceyrələrinin bərpa olunmasında iştirak edir. Kök üsküyü isə kökün uc hissəsini, xüsusən də bölünmə zonasının hüceyrələrini zədələnməkdən qoruyur. Burada sorulmanı təmin edən birinci hissə olan sorucu zonadır. İkinci sualla davam edirik. İkiləpəli bitkinin yarpağında mövcud olan aşağıdakı hissələrdən hansı həm də əksər köklərin də hissəsi ola bilər? Maddələrin daşınmasını təmin edən borucuqlar həm yarpaqda var, həm kökdə var. Bu doğru olar. Xarici təsirlərdən qoruyan isə örtük toxuması, yəni dəricikdir. Bu həm yarpaqda, həm də kökdə rast gəlinər. Fotosintez edə bilən isə xlorofil pigmentinə malik olan hissələrdə biz bunu yarpaqda görərik, lakin kökdə rast gəlmərik. Buxarlanma ilə suyu xaric edən isə bu bitkinin yarpağında olan ağızcıqlardır. Yarpaqda olar, lakin kökdə rast gəlmərik. Buradan cavabımızı müəyyən edirik. 1, 2. Üçüncü sualla davam edək. Bərabər sayda yarpağı olan qarğagözü, gicitgən və cökə zoğları götürülmüşdür. Biz bilirik ki, qarğagözü topalı düzülüşə malikdir və qarğagözündə bir buğuma minimum 3 yarpaq birləşir. Bu rəqəm daha çox ola bilər. Gicitgən bir buğuma 2 yarpaq birləşir. Çünki qarşı-qarşıya düzülüşdədir. Cökə isə bir buğuma 1 yarpaq birləşir. Çünki növbəli düzülüşdədir. Deməli, əgər bu zoğlarda cəmi 18 yarpaq olarsa, bərabər sayda yarpaq olan zoğlardır. O zaman 18 yarpağı hər bitki arasında bölsək, bitkilərin üzərində hər birində 6 yarpaq olmuş olacaq. Və 6 yarpağa malik olan cökə bitkisi üzərində elə 6 buğum olacaq. Çünki bir buğumuna bir yarpaq birləşirsə, 6 yarpağı da bunun 6 buğumuna birləşmiş olacaq. Deməli, cökə bitkisi üzərində 6 buğum və 6 yarpaq var. Bu zaman buğum arası sayını müəyyən edəndə buğum sayından bir vahid az hesablayacağıq və bu rəqəm olacaq 5. Deməli, bizim cökə bitkimizin üzərində olan buğum arası sayı 5 ədəddir. Gicitgən qarşı-qarşıya düzülüşlü bir bitkidir. 6 yarpağı varsa bir buğuma 2 yarpaq birləşir. O zaman bu zoğun üzərində 3 buğum olduğunu göstərir. Əgər zoğ üzərində 3 buğum varsa, bizdə buğum arası sayı buğum sayından bir vahid az olduğuna görə gicitgən üzərində buğum arası sayını müəyyən edəcəyik 2 ədəd. Gəlirik qarğagözü bitkisinə. Qarğagözü topalı düzülüşdədir və bir buğuma minimum 3 yarpaq birləşir. Əgər biz buğum arası sayını maksimum almaq istəyiriksə minimal yarpaq sayı götürməliyik. O zaman 6 yarpağı deməli böləcəyik bir buğuma 3 yarpaq birləşir qeyd edəcəyik və ümumilikdə 2 buğum almış oluruq. Deməli, qarğagözü bitkisi üzərində bir buğuma minimum 3 yarpaq birləşirsə, 2 buğuma 6 yarpaq birləşir. Buğum arası sayını da burada müəyyən etsək, qarğagözü bitkisi üzərində bir buğum arası olacaqdır. Ümumi buradan cəmimizi müəyyən edəcəyik 8 ədəd buğum arası. Bir nüansa diqqətinizi çəkmək istəyərdim. Əgər bu testdə versəydi bizə minimum sayını tapın, o zaman biz nə edəcəkdik? Burada gicitgən və cökənin rəqəmləri stabildir. Cökə növbəli düzülüşdür, bir buğuma bir yarpaqdır. Gecikən qarşı-qarşıya düzülüşdə bir buğuma 2 yarpaqdır. Bu rəqəmlər dəyişmir. Burada rəqəmləri oynaya biləcək olan, yəni minimal maksimalla təsir edəcək olan qarğagözü, yəni topalı düzülüşə malik olan bir bitkidir. Əgər biz topalı düzülüşdə maksimum almaq istəyirsə, buğum arasını 3-ə bölərək hesabladıq ki, biz buğum sayını deməli tapaq 2 ədəd, buğum arası da bizdə oldu 1 ədəd. Lakin minimal sayda qeyd etsəydi bu cəmi, mən 6 yarpağın cəmi bir buğuma birləşdiyini qeyd edəcəkdim. Yəni bir buğuma
Bəli, minimum 3 yarpaq birləşir. Lakin bu rəqəm daha çox da ola bilər. Qarğagözlü bitki, yəni topalı düzülüşlü bir bitkidə bir buğuma 3-dən daha çox yarpaq birləşə bilər. Əgər bir buğuma 6 yarpaq birləşdirmiş olsaq, deməli 6 yarpaq bir buğuma birləşmiş olsa, ümumilikdə bizim buğumarası sayımız daha az edir. Deməli, əgər bir buğuma 3 yarpaq birləşərsə bizə 2 buğum verir. Bir buğuma 6 yarpaq birləşərsə bizə bir buğum verəcək və buğum arası sayı da buradan 0 olacaqdır. O zaman 0, 2 və 5-i cəmləyəndə biz 7 rəqəmini alacaqdıq. Minimal istəsəydi. Bu sualda maksimal cəmi hesablayırıq deyə 8 götürdük. Buna da diqqətinizi çəkmək istədim ki, ola bilsin qarşınıza belə bir sual çıxar. Minimalla hesablayanda buğum sayını buğuma birləşən yarpaq sayını maksimal götürməliyik ki, biz burada buğum sayını minimal şəkildə alaq. Davam edək 4-cü sualımız ilə. Aşağıdakı təcrübəyə əsasən zoğun hansı hissəsi rəngli boya ilə boyanır? Təbii ki, bura zoğ əgər rəngli bir suya qoyulubsa, zoğda borular vasitəsilə su hərəkət edəcək. Gövdədə olan su boruları, yəni oduncaq boruları dediyimiz ksilema boruları ilə su hərəkət edəcək və burada mavi rəngli boya ilə boyanan hissə B variantında düzgün təsvir edilmişdir. Borular yəni burada kiçik dairələrlə göstərilənlərdir. En kəsiyi verilib burada gövdənin sanki və həmin o dairələrlə göstərilən hissələr boruları təsvir edir. 5-ci sualla davam edək. Müvafiq olaraq X, Y, Z hansı köklərdir? Biz bilirik ki, deməli, bitki üzərində 3 növ kökə rast gəlmək olar. Əsas kök, əlavə kök və yan kök. Əsas kök toxumun şem kökçüyü ilə inkişaf edir və bir bitkidə bir ədəd olur. Burada Y ilə işarələnən kökümüz əsas köktür. Əlavə kök gövdə və yarpaqlardan inkişaf edir. Burada görürük ki, X bitkisi, X kökü gövdədən inkişaf edir. O zaman bu əlavə köktür. Yan kökü isə digər kök növlərinin üzərində inkişaf edir. Burada əsas kökdən çıxan yan kökü görürük. Burada da Z-imiz olacaq. Yan kök. X əlavə, Y əsas, Z isə yan köktür. Cavabımızı müəyyən edirik. D bəndi. 6-cı sualla davam edək. Aşağıdakı şəkildə Petri fincanında cücərdilən 3 lobya toxumunun kök vəziyyətləri göstərilmişdir. Biz bilirik ki, lobya toxumuna kökə yerin cazibə qüvvəsi təsir edəcək və yerin cazibə qüvvəsinin təsiri altında bitkinin kökü aşağıya doğru istiqamətlənmiş olacaq. Hər 3 bitkidə əsas kök aşağıya doğru istiqamətlənəcək. Bunu da görürük B variantında həmin təsviri. Davam edirik 7-ci sualla. Doğru fikri müəyyən edin. Leykoplastlar, ümumiyyətlə bitkidə 3 növ plastid var. Xloroplast, xromoplast və leykoplast. Fotosintez prosesini həyata keçirən yaşıl rəngdə olan xloroplastlardır. Bitkiyə narıncı, sarı, qırmızı rəngi verən rəngli plastidlər olan xromoplastlardır. Leykoplastlar isə rəngsizdir və əsasən ehtiyat qida maddəsinin toplanmasını təmin edir. Lakin bunu yalnız şəkər halında deyil, nişasta, yağ, zülal ehtiyatı halında toplayır. Bu eynən dərslik cümləsidir. 7-ci sinif dərsliyində qeyd var. Bu haqda leykoplastlarda ehtiyat qida maddələri nişasta, yağ, zülal halında toplanır deyəcəyik. Davam edirik 8-ci suala. Şəkildə göstərilən yarpaq haqqında hansı fikir yanlışdır? Bu sadə yarpaqdır. Çünki bir saplaq üzərində bir aya var. Sadə yarpaqdır. Damarlanması torvaridir. Çünki ana damardan xırda damarlar şaxələnir. Torvari damarlanmadır. Saplağa malik olduğunu görürük. Lakin yarpaq generativ deyil, vegetativ tumurcuqdan inkişaf edəcək. Uyğunluğu müəyyən edin. 9-cu sualda davam edək. Uyğunluğu müəyyən edin. Birinci növbəli düzülüşlü bir bitki. İkinci qarşı-qarşıya düzülüşlü bir bitki. Qarşı-qarşıya düzülüşlü. Üçüncü isə topalı düzülüşlü bir bitkidir. Deməli, növbəli düzülüşə burada aid olacaq cökə və toz ağacı bitkisini qeyd edə bilərik. Qarşı-qarşıya düzülüşə aid olan bitkilər yasəmən və gicgən bitkiləridir. C və D-ni götürərik. Ümumiyyətlə, biz bilirik ki, yasəməndir, gicgəndir, nanədir, reyhandır. Bunlar qarşı-qarşıya düzülüşlüdür. Topalı düzülüşə isə qatır quyruğu, aliandır, qarğa gözü kimi bitkilər aiddir. Buradan da qatır quyruğu və aliandır cavabını götürə bilərik. 1-ə A, Y, 2-yə C, D, 3-ə B, K cavabını müəyyən etmiş olacaq. 10-cu sualla davam edirik. Hansı bitkidə ehtiyat qida maddəsi kökdə toplanmamışdır? Biz bilirik ki, G kökü meyvə köktür. Ehtiyat qida maddəsi kökdə toplana bilər. Çuğundur meyvə köktür. Yəni yeraltı şəkil dəyişməsi meyvə köktür. Ehtiyat qida maddəsi kökdə toplana bilər. Georgin
kök yumrusudur. Yenə kökün şəkil dəyişməsidir. Ehtiyat qida maddəsi kökdə toplana bilər. Lakin kartofun gövdə yumruları yeraltı zoğunun uç hissəsinin genişlənməsindən yaranır və bu gövdə yumrular zoğun, yəni gövdənin şəkil dəyişməsidir. Ona görə ehtiyat qida maddəsi kökdə deyil, kartofda, gövdədə toplanacaq. 11-ci suala davam edirik. Vegetativ tumurcuqda rast gəlinməz. Vegetativ tumurcuqda zoğ, tumurcuq, yarpaq başlanğıcına rast gəlinir. Lakin çiçək başlanğıcına yalnız generativ tumurcuqda rast gəlmiş olacaq. Dərslik kitabında tumurcuqların aydın şəkildə təsviri var və orada görsənir ki, çiçək başlanğıcı yalnız generativ tumurcuğa xarakterikdir. 12-ci sualla davam edirik. Bərabər sayda buğumlara malik 2 nanə zoğu verilib bizə. Bu birinci zoğumuz olsun, bu ikinci zoğumuz. Hər iki zoğumuzda cəmi 6 ədəd buğum arası var qeyd edir. Aydın məsələ ki, buğum sayı bərabərdirsə, buğum arası sayı da bərabərdir. O zaman 6 buğum arasını bu zoğlar arasında bərabər şəkildə bölsək, hər birində 3 buğum arası olacaq və biz bilirik ki, buğum arası sayı buğum sayından bir vahid azdır. O zaman buğum sayını tapanda biz buğum arası sayının üzərinə bir vahid gəlirik. Deməli, hər zoğumuzun üzərində 4 buğum olacaq. Bunlar bizim nəyimizdir? Buğum sayılarımızdır. Və bizə qeyd edir ki, bir ədəd nanə zoğunda olan buğum sayına bərabər buğum olan yasəməndə. Bir ədəd nanə zoğunda 4 buğum var. Yasəmən qarşı-qarşıya düzülüşlü bitkidir. Bir buğumla 2 yarpaq birləşir. O zaman 8 yarpaq yasəmən zoğun üzərində görünüş olacaq. 13-cü sualla davam edirik. Bərabər sayda buğum olan yasəmən alyandır və günəbaxan zoğlarında cəmi 30 yarpaq vardır. Biz bilirik ki, yasəmən qarşı-qarşıya düzülüşdür. Bunların hər birinə n sayda buğum varsa, yasəməndə 2n sayda yarpaq olacaq. Çünki bir buğuma 2 yarpaq birləşir qarşı-qarşıya düzülüşdə. Alyandır, topalı düzülüşdür. Əgər n sayda buğum varsa, deməli, buğum arası sayını yenə maksimal istədiyi üçün yarpaq sayını minimum götürəcəyik bu dəfə yenə topalı düzülüşdə. Deməli, n sayda buğum varsa 3n sayda yarpaq olacaq. Günəbaxan isə növbəli düzülüşdür. Bir buğuma bir yarpaq birləşir. N sayda buğum varsa elə n sayda da yarpaq olacaq. Cəmləsək yarpaq sayılarını bizə cəmimiz 30-a bərabər verilib. 6 enimiz 30, enimiz 5-ə bərabərdir. Deməli, bizim 3 bitkimizin hər birində 5, 5, 5 olmaqla ümumilikdə 15 buğum var imiş. Buğum arası sayını hesablasaq, buğum sayından bir vahid az qeyd edəcəyik. Hər bir bitkimizdə 4 ədəd buğum olacaq. Ümumilikdə 12 buğum, daha doğrusu hər bir bitkimizdə 4 ədəd buğum arası olacaq. Ümumilikdə bizə buğum arasını verəcək 12 ədəd. Yəni buğum sayından bir vahid az buğum arası hesablayacaq. Bunu da 3'e vurmuş olduq. Edir 12 buğum arası. Uyğunluğu müəyyən edin. Birinci düzülüş növbəli düzülüşə aiddir. Bu cökə bitkisində olar. İkinci düzülüş qarşı-qarşıya düzülüşlü bitkidir. Yasəməndə olar. Üçüncü düzülüş topalı düzülüşdür. Bu da qarğagözü bitkisində olar. 1'ə A, 2'yə B, 3'ə C cavabımızı müəyyən edirik. C bəndi olaraq. Şəkildə göstərilən yeraltı şəkil dəyişmə haqqında hansı fikir yanlışdır? Bu, deməli, meyvə kökdür və turp bitkisində yeraltı şəkil dəyişmə kökün yeraltı şəkil dəyişməsidir. Lakin bu yeraltı şəkil dəyişmənin yaranmasında, ümumiyyətlə meyvə kökdə yaranmasında, deməli, gövdənin aşağı hissəsi həmçinin əsas kök iştirak edir. Deməli, meyvə kökün yaranmasında həm gövdənin aşağı hissəsi, həm də əsas kökün iştirak edir. O zaman, əgər bizə qeyd edirsə ki, yanlış fikri seçin, A bəndində deyir. Əsas kök və gövdənin yeraltı şəkil dəyişməsidir. Bəli, meyvə kök adı meyvə kök adlandırılsa da orada gövdənin də aşağı hissəsinin şəkil dəyişməsini görmüş oluruq. Yəni, meyvə kökün üzərində həm əsas kökü, həm də gövdənin yeraltı şəkil dəyişməsindən rast gəlinir. Bu doğru fikirdir. Birillik bitkilərdə müşahidə edilmir. Bəli, birillik bitkidə ehtiyat qida maddələri meyvə və toxum halında, yəni ya meyvələrdə ya da ki toxumlarda toplanır. Bu yeraltı hissələrdə toplanırsa bu çoxillik bitkilər üçün xarakterikdir. Birillik bitkilərdə müşahidə edilmir, doğru fikirdir. Üzərində bilavasitə əlavə kök inkişaf edə bilər. Əgər gövdənin yeraltı şəkil dəyişməsi varsa, təbii ki bu hissədən, yəni bu gövdənin aşağı hissəsi, yəni meyvə kökün yuxarı hissəsində əlavə köklər inkişaf edə bilər. Bir bitkidə sayı bir və daha çox ola bilər. Xeyr. Biz bilirik ki, əsas kök toxumun şem kökçüyündən inkişaf edir və bir bitkinin yalnız bir əsas kökü olduğuna görə bir bitkidə bu rəqəm yalnız bir ədəd ola bilər. Yəni əsas kök sayı və dolayısıyla əsas kökdən inkişaf edən meyvə kök sayı bir ədəd ola bilər.
O zaman bir veya bir neçə deyirsə yanlışdır. Davam edirik 16-cı sual ilə. Verilən fikirlərdən hansı yanlışdır? Kökün uc hissəsində yerləşən törəci toxum hüceyrələri daim bölünür və kökün uzunluğuna böyüməsini təmin edir. Eninə böyüməsini təmin edir. Deyirsə yanlışdır. B variantı törəci toxum hüceyrələri bölünərək kökün uzunluğuna böyüməsini təmin edir. Bu doğru fikirdir. Kök üsküyü canlı hüceyrələrdən təşkil olunub. Bu doğru fikirdir. Əmci deyirlər örtük toxumasının çıxıntılarıdır. Bəli, dəriciyin çıxıntılarından yaranır. Bu da doğru fikirdir. 17-ci sualla davam edirik. Yarpaqlar topalı düzülüşə malik olan ən qədər, deməli, bitkidə en qədər yarpaq vardır. Bu bitkidə olan buğmaraların maksimum sayını tapın. Biz az öncə qeyd etdik ki, əgər maksimal buğmarası deyirsə minimal yarpaq götürəcəyik. Bir buğma minimum 3 yarpaq birləşdiyini qeyd edəcəyik. Əgər en qədər yarpaq varsa, öncə mən buğum arasını tapmaqdan ötürü buğum sayını bilməliyəm. Əgər bir buğuma 3 yarpaq birləşibsə, en qədər yarpaq varsa, mən buradan buğum arası sayını tapanda, deməli, buğum sayını 3-ə bölməliyəm. Daha doğrusu yarpaq sayını 3-ə bölməliyəm. Öncə buğum sayını tapmalıyam ki, buğum arası sayını tapa bilim. Deməli, bir daha qeyd edək. Bir buğma minimum 3 yarpaq qeyd etdik, çünki maksimum sayda buğum arası istəyir. Əgər bir buğma minimum 3 yarpaq birləşirsə, en qədər yarpaq x qədər buğuma birləşmiş oldu. Buğum sayını buradan tapırıq n bölü 3. Buğum sayından da bir vahid az buğum arası hesablayacağıq. Cavabımız olur buradan D bəndi. Davam edirik 18-ci sual ilə. Aşağıdakı şəkildə aşağıda həyata keçirilən calaq prosesi verilmişdir. Deməli, X bitkisinin biz X bitkisindən qələm alındığını və həmin bitkinin, həmin qələmin Y bitkisindəki anaca köçürüldüyünü görürük. Yəni burada Y bitkisi anac kimi istifadə olunub, X bitkisi qələm kimi istifadə olunub və bu iki bitkinin calağından Z bitkisi alınmışdır və doğrunu bizdən istəyir. X olaraq göstərilən anac, Y olan göstərilən qələmdir. Xeyr, burada X-in yuxarı hissəsindəki zoğ Y-ə köçürülmüşdür və bu o deməkdir ki, X qələm kimi, Y anaç kimi istifadə olunub. Bu yanlış fikirdir. Z bitkisinin kök və yeni əmələ gələn yarpaq hüceyrələri fərqli genlərə malikdir. Bəli, Z bitkisinin kökü Y-in xüsusiyyətlərini daşıyır. Ən yeni əmələ gələn yarpaqları isə X bitkisinin xüsusiyyətlərini daşıyır. Yəni yeni yarpaqlar X bitkisinin xüsusiyyətini daşıyır. Ona görə də bunların genləri fərqlidir. Bu doğru fikirdir. 3-ə baxaq. Z bitkisinin əmələ gətirdiyi toxumlarda Y bitkisinin genetik materialı olmayacaq. Deməli, Z bitkisinin əmələ gətirdiyi toxumlarda Y bitkisinin materialı olmayacaq. Bu yanlış fikirdir. Çünki Z bitkisinin həm bu hissəsindən gələcəkdə toxumlar yarana bilər, həm bu hissəsindən gələcəkdə toxumlar yarana bilər. Ona görə də əgər Y, yəni anacın sahib olduğu zoğlardan yaranacaqsa toxumlar, o zaman Y-in xüsusiyyətlərini daşıya bilər. Genetik materialı Y-in olmayacaq deyilsə yanlış fikirdir. Ona görə buradan cavab müəyyən edirik. Yalnız 2. 19-cu sualla davam edirik. Hansı bitkinin yarpaq damarlaması paraleldir? Paralel damarlanma burada buğda bitkisində mümkündür. Çınar torvari, üzüm torvari, albalı torvari damarlanmadır. Birləpəli bitki olan buğdada paralel damarlanma qeyd edirik. Saplaqsız yarpaqlara aiddir. Burada saplaqsız yarpağı qərənfildə götürəcəyik. Oturaq yarpaqdır. Noxud, Atşabalıdır, cökə, saplaqlı yarpaqlara malikdir. Qərənfil isə qərənfil, aqava, əzvay, buğda, bu kimi bitkilərin yarpaqları oturaq yarpaqdır. Yəni saplağa malik deyirlər. Davam edirik 21-ci sualla. Hansı bitkinin yarpaq damarlanması şəkildəki kimidir? Burada torvari damarlanma təsvir olunmuşdur. İnci çiçəyi qövsvari, qarğıdalı paralel, bağ yarpağı qövsvari, lakin palıd bitkisində isə torvari damarlanmadır və təsvirdə də palıd bitkisinin yarpağı qeyd edilmişdir. 22-ci sualla davam edirik. X, Y, Z kökləri haqqında hansı fikir yanlışdır? Biz qeyd edirik ki, gövdədən inkişaf edirsə kök, bu olur əlavə. X əlavə köktür. Əsas kök burada Y-li işarə olunub, toxumun üşəyim kökçüyü ilə inkişaf edir. Z isə burada olacaq yan köklər. Və keçək cavablarımıza yanlışı bizdən istəyir. X kök növü yarpaqdan da inkişaf edə bilər. X kök növü əlavə köktür. Gövdə və yarpaqlardan inkişaf edir. Bu doğru fikirdir. Y kök növü bitkidə bir ədəd olur. Y digər kök növlərindən inkişaf edən yan köktür. Yəni əsas kökdən də, əlavə kökdən də inkişaf edə bilər. Y kök növü bir bitkidə bir ədəd olur. Daha doğrusu bircə dəqiqə.
Z kökünə görə, üzr istəyirəm bircə saniyə. Deməli burada Y əsas kökdür. Y kök növü bir bitkidə bir ədəd olur. Bu doğru fikirdir. Z kök növü bilavasitə gövdədən çıxır. Xeyr, Z kök növü yan kökdür və digər kök növlərindən inkişaf edər. Ona görə bu yanlış fikirdir. Gövdədən çıxmaz. X kök növünün üzərində Z kök növü ola bilər. X kök növü əlavədir. Əlavənin üzərində Z yandır. Yan kök ola bilər. Buradan cavabımızı müəyyən edirik. C variantı. Bir daha baxaq. Deməli, X kök növü yarpaqdan inkişaf edə bilər. Bəli, X əlavə kökdür, yarpaqdan inkişaf edə bilər. Y kök növü bitkidə bir ədəd olur. Bəli, Y əsas kökdür və əsas kök toxumunun şeyin kökçüyünə inkişaf edir və bir bitkidə yalnız bir ədəddir. Z kök növü bilavasitə gövdədən çıxa bilməz, çünki Z yan kökdür. Yan kök digər kök növlərindən inkişaf edir. X kök növünün üzərində Z kök növü ola bilər. Bəli, digər kök növlərindən yan kök inkişaf edə bilər. Cavabımız olur C bəndi. 23-cü sualla davam edirik. Aşağıdakı bitkinin yarpağının elinə kəsiyi verilmişdir. Nömrələnmiş hissələrdən hansı işıq enerjisinə istifadə edir? Rezumədə hazırlayır. Yəni burada xlorofil pigmentinə malik olan fotosintez edən hissələri bizdən istəyir. Burada sütunvari deməli əsas toxumaya toxumanın hissəsi olan sütunvari toxuma növünü görürük. Süngərvari toxuma növünü görürük. Bir də dəriciyin ağızcıq hüceyrələrini görürük. Burada 2, 3 və 5 rəqəmi ilə göstərilən hissələrdə xlorofil pigmentinə rast gəlinir və fotosintez edəcək. Onlar cavabımız buradan 2, 3 və 5. Aha, aşağıdakı mexanizmlər hazırlanmıştır, qeyd edir. Birinci mexanizmdə bitkidə sabit saxlanılarkən ikinci bitki ox istiqamətində fırladılır və bu qurğuda birinci mexanizmdə stabildir və bitkinin gövdə və kökü uyğun bir istiqamətdə fəaliyyət, belə deyək, inkişaf etmiş olacaq. Yəni müvafiq olaraq bitkinin gövdəsi işığa doğru çıxmağa çalışacaq və yuxarıya doğru hərəkət edəcək. Bitkinin kökü isə yerin cazibə qüvvəsi ilə aşağı istiqamətdə hərəkət etmiş olacaq. Birinci mexanizmdə gövdə yuxarı istiqamətdə, kök isə aşağı istiqamətdə hərəkət edir. Lakin ikinci mexanizm daima fırladılan bir qurğuda yerin cazibə qüvvəsi bitkiyə təsir edə bilmir. Yəni bitkiyə kənar qüvvələr təsir edə bilmir. Bu zaman üfüqi istiqamətdə həm kök, həm də gövdə üfüqi istiqamətdə hərəkət etmiş olur. Yanlış fikri bizdən istəyir. Bir müddət sonra bu bitkilərlə əlaqəli verilən ifadələrdən hansı yanlışdır? Birinci mexanizmdə bitkinin kökü aşağıya doğru yönələr. Bu doğru fikirdir. Birinci mexanizmdə bitkinin gövdəsi yuxarıya doğru yönələr. Bəli, yuxarı istiqamətə qeyd etdik. İşığa doğru çıxacaq. Doğru fikirdir. İkinci mexanizmdə bitkinin kökündə yönəlmə olmaz. Bəli, bu da doğru fikirdir. İkinci mexanizmdə bitkinin kökü aşağıya yönələr. Xeyr, burada yönəlmə olmadı. Üfüqi istiqamətdə hərəkət oldu. Yəni inkişaf oldu. İkinci mexanizmdə bitkinin gövdəsi yuxarı yönələr. Xeyr, burada dedik ki, üfüqi istiqamətində inkişaf baş verdi. Protal və protonema üçün ortaq deyil. Protal qıcının sporundan inkişaf edir. Protonema isə mamırın sporundan inkişaf edir. Hər ikisi avtotrofdur, hər ikisi yaşıldır. Hər ikisi ali bitkinin ilk cücərtisidir, ali sporlu bitkinin. Cinsi nəslə həm protonema, həm protal cinsi nəsildir. 7-ci sinif dərsliyinin sonunda bəzi strukturların açıqlamaları qeyd edilir və orada aydın şəkildə verilir ki, protonemanı deməli cinsi nəslin içərisində qeyd edir. Həmçinin protal da bilik üzərində qametlər olan nəsildir. Yəni alt hissəsində qametlər olan nəsildir. Cinsi hüceyrələri, anterid və cinsi orqanları, anterid və arxegonni protonun altında yerləşir və protalın altındakı bu cinsi orqanların içərisində qametlər hazırlanır. Yəni protalda cinsi nəsildir. Lakin qametlərə malik olmayacaq burada protonema. Protonema cinsi nəsil sayılsa da qametlər hazırlanmır. Qametlər mamırda yetkin bitkinin üzərində olur. Protalda qametlərə rast gəldiyimiz halda protonemada qametə rast gəlmirik. Bu bizdə bölmə 2 birinci sınağın izahı idi.